İndi sizə qəribə gələ bilər, amma bu mənfi 5 dərəcə soyuqda maykada durmağımın bir səbəbi var. Çünki bu sakit yağan qar mənə Azərbaycanda bir ay əvvəl baş verən xaosu və çarəsizliyi xatırladır. Və həmin an düşündüm, problem qardadır, yoxsa bizdə. Anındaca bu problem haqqında danışmaq istədim. Elə buna görə də kurtka yadımdan çıxdı və görüntü budur. Burada qar sakit yağır, insanlar öz işində gücündədir və həyat davam edir. Amma Azərbaycanda ildə bir dəfə qar yağanda həyat dayanır. Uzağa getməyə ehtiyac yoxdur. Bakıda bir ay əvvəl baş verənlər yəqin kələdə yadınızdadır. Məktəblər bağlanır, yollar iflic olur. Bir ayda baş verən qəzaların sayı bir ilin statistikasını bəlkə də keçir. İnsanlar sanki zombi, apokalipsis gəlirmiş kimi davranır. Görürük ki, problem qarda deyil. Əgər elə olsaydı burada da vəziyyət eyni olardı. Qar özü təhlükəli deyil, qar sakitdir, təmizdir, gözəldir. Biz sadəcə planlaşdırmağa və hazırlıqlı olmağa öyrəşməmişik. Biz nəinki qışa, ümumiyyətlə dəyişikliklərə hazır deyilik, nə texniki, nə də ki psixoloji baxımdan. Qar problemində isə qış təkəri yox, duz səpən texnika yox, fövqəladə vəziyyət planı yox. Problemin əsas qismi təbii ki, işini düzgün formada görməyən dövlət qurumlarındadır. Amma ki, tək problem onlarda deyil, günahın böyük bir qismi elə bizim özümüzdədir. Eyni qar hər il yağır və eyni problemlər həyatımızda tez-tez təkrarlanır. Biz isə bir həftəlik nəsə eləməyə çalışırıq, sonra isə tamamilə unuduruq, sanki heç yaşanmamış kimi. Dərs çıxartmırıq və hər şeyi anındaca unuduruq. Və təbii ki, tarix həmişə təkrarlanır və biz eyni problemlərlə dərs çıxartmadığımız üçün yenidən hazırlıqsız bir şəkildə üzləşirik. Problem nə qarda, nə də sistemdə. Problem elə bizdədir, laqeyd yanaşmağımızda, unutqanlığımızda. Biz bu gedişatı dəyişmək üçün ilk addımı öz içimizdə atmalıyıq. Biz dəyişməsək heç nə dəyişməyəcək. İndi isə mən donmamış buradan gedim, siz isə biraz düşünün. Sağ olun.